Herkes salamlayıram. Yeni bir vlogdan. Saat hardasa 10'un yarısıdır. Və havaya baxın. Deməli ev yağış yağmış gecə. Heç xəbərim olmuyor, ben necə yatmışamsa. Deməli bugün Axundov kitabxanasına dərs etmək üçün gedirik. Bu gün universitet yoxdur və bütün gün kitabxanada dərs edəcəyik. Deyə bilərsiniz ki, madəm bu gün evdəsən, onda otur evdə, dərslərini də evdə elə. Amma kitabxanaya getməkdən səbəbim odur ki, kitabxanada olduqda insan daha çox məsuliyyət hiss edir və daha çox dərslərlə məşğul ola bilir. Deməli, keçən semestr demək olar ki, dərslərə ancaq universitetin kitabxanasına hazırlaşırdım. Amma indi yəni evdə olduğum günlər, heç universitetə getmədiyim günlər çalışıram ki, bura gəlim. Mənə də buranı bir dostum demişdi. Heç özüm əvvəllər dəqiq yeni bilmirdim. Ona görə də yolları sevmişəm ki, bəlkə mənim üçün adını bilən, amma yerini bilməyənlər olar. Yəni burada yerləşir və düşünürəm ki, atmosferi daha qəşəngdir. Ona görə bura gəlirəm dərs etmək üçün. Saat 10'dur, amma qəşəng sakitcəlikdir də, yəni şəhərin bu hissələri. Çox sevdim buraları. Burada qəşəng park var. Umarım bir gün giririm oraya da. Deməli, burada bir evdə nəzarətçi xala var. Bu xala yəni sizə belə deyim də, yəni elə riskli gəlir ki, heç özün də bilmirsən. Riskli gəlir söz deyir, adamı qorxuzurdu falan filan. Yəni hər şeyi çıxartma o dəqiqə gəlib xəbərdarlıq edirdi də. Mən dedim ki, yəni burada artıq mən dərs eləyə bilmərəm, deyəm. Və çalışmışam rahat-rahat dərs eləməyə. Burada da hər şey xala tez gəlib yaxınlaşır. Özü heç xəbərin olmur da necə gəlir. Amma yəni düşündüm ki, edə bilməyəcəm. Amma sonradan gördüm ki, yox, həqiqətən çox mülayim insandır. Hər şey də çox gözəldir burada. Və gəldikdə mən demək olar ki, tamam boş idi. İstədiyim yerdə də əyləşdim. Həqiqətən istədiyim yerdə də əyləşdikdən sonra tamamilə mutlu oldum. Həm pəncərə kənarıdır, həm mənzərəsi, həm tam yanımda telefon taxmaq üçün şarj, yəni adapter yerdə var idi. Yəni çox qəşəng idi həqiqətən. Yəni əgər evdə sizdə səs-küy olanda narahat olursunuzsa, ümumən evdə deyə rahat, özünüzü daha rahat hiss edirsiniz, dərs etmək içinizdən gəlmirsə, ya bu kimi hallar, situasiyalar baş verirsə və ya ümumən evdən uzaqlaşmaq istəyirsinizsə, bura gedə bilərsiniz. Mən də gündə getmirəm, ardıcıl olaraq getmirəm. Hətta deyə bilərəm ki, ayda bir dəfə, may ayı boyunca sadəcə toplasam 3 dəfə getmişəm. Sadəcə bəzən olur ki, evdən uzaqlaşmaq istəyirəm, ardıcıl evdə qalıb evdən uzaqlaşmaq istəyirəm, onda buraya gedirəm. Bura yaş girişi 15 yaşdan yuxarıdır. Daxil olduqda isə özünüz üçün təzə, yəni daha doğrusu içəri girib çıxa bilmək üçün bilet almalısınız. Yəni əgər getmək istəyənlərsə məsləhət görərəm. Deməli, mən bu vlogu çəkmişəm may ayının 3-4 ərəfəsi, amma bu vlogu montaj edirəm iyun ayının 1-i. Deməli, iyun ayında mənim 8 ədəd imtahanım var və bunlardan birincisi iyun ayının 1-i idi. Və mən niyə bir ayda heç vlog falan paylaşmıram? Necə? Təbii ki də imtahanlara hazırlaşırdım. Hətta bu fəndən materialını 3 həftə əvvəldən artıq bitirmişdim. Son 4-5 gün demək olar ki, full şəkildə təkrarladım və çox özümü hazır hiss edirdim imtahana və bu fəndə həqiqətən çox sevərək oxuyuram. Çünki bilirəm ki, bu həkim üçün bu fən çox önəmlidir. Amma və girişimdə bizdə bir sessiyada 50, midtermdə 50-dir. Girişim isə 50-dən 49 idi. Həqiqətən yaxşı nəticə göstərirdim və müəllimim tərəfindən də hər zaman belə deyir. Müəllimim mənə belə deyirdi, patoloji aktivsən, yəni sən çox aktivsən, deyana bilmirsən, ancaq cavab vermək istəyirsən. Və bu mənim üçün çox böyük bir qürur hissi idi. Amma elə oldu ki, bu sessiya imtahanında mən özüm biraz narahat hiss edirdim. Və özüm narahat hiss etdiyim üçün artı olaraq da sualların çox həqiqətən baxın deyirəm, oxuyan insan birinci sualın səviyyəsində. Bu suallar çox gəliş şəkildə qoyulmuşdu. Həqiqətən tam olaraq çaşdırmaq üçün idi. Və tam mənim çaşdığım, sevmədiyim hissələrdən gəlib düşmüşdü. Və mən bəzi öz narahatlığım da bu səbəblərdən də, yəni tam istədiyim nəticə olmadı. Belə deyim ki, yəni mənə A almaq üçün 91 lazımdır, mən də 90 yığdım. Yəni ki, bir neçə balla qaçırtdım da. Çox həqiqətən məyus oldum. Balımı da gizlətmirəm, heç çox bal gizləyən bir insan olmamışam. Amma həqiqətən biraz motivasiya itkisi, məyusluq, qəlb qırıqlığı yaşadım. Deməli, sizə burada hazırladığım sərbəst işləri göstərirəm. Yəni mən 2 ildir universitet oxuyuram və 2 il boyunca bütün sərbəst işlərimi özüm hazırlayıram. Və bu sərbəst işimi də müəllimim tərəfindən çox bəyənmişdi. Bəzən elə sərbəst işim olur ki, həqiqətən özüm də heyranlıqla baxıram və əsasən də 90% hallarda sərbəst işlərimi özüm də çox bəyənirəm və çox sevirəm. Yəni mən universitet oxuyan uşaqlara nə bilim məsləhət görürəm ki, sərbəst işlərinizi özünüz hazırlayın. Plusda mütləq təqdim edin. Bu sizin həm danışığınızda, həm insanlar qarşısında belə deyək, çıxış etmək qabiliyyətinizi inkişaf etməsində çox müsbət rol olacaqdır. Həm də özünüzün necə inkişaf etdiyini özünüzdə görəcəksiniz. Bu sərbəst işlərin hamısını çox bəyəndiyim üçün burada sizə göstərirəm. Plusda bir də nəyi sizinlə bölüşəcəm. Mən videoları və bəzən olur ki, səsim də 1.5x, 2x qoyuram. Ancaq düşünə bilərsiniz bu videolar çox sürətli gedir ya da bu necə olur bu insan belə sürətlə erişilir. Yəni o videoları sürətləndirirəm, ona görə olur. Arada zaman tapmışkən sizdən də xahiş edeyim. Əgər məni sevirsinizsə, videolarımı bəyənirsinizsə, çox xahiş edirəm kanalıma abunə olub like atmağı unutmayın. Çünki bu sizin üçün bir barmaq toxunuşdur, amma mənim üçün nə qədər önəmli olduğunu, məni necə motive etdiyini siz bilmirsiniz. Onun üçün də mənim inkişaf etməyimdə və bu yolumda mənə dəstək olun.
Deməli, burada sizə mən masamı göstərirəm, masamın necə olduğunu, içərinin ambiyansını göstərirəm. Deməli, istədiyim yeri tapdım. Çox mutlu oldum hətta. Amma bundan sonra getdiyim digər səfərlərdə əsla burada otura bilməm. Çünki mən artıq yeni bura dolmuşdum. Amma bura çox qəşəngdir, çox sevmişdim oranı. Burada başqa vaxt oxuduğum dərsdən zaman qaldı. Burada da saatı göstərirəm sizə. Sonra özüm saat qururam. Amma sonrası deyəsən heç saat yadımdan çıxacaq. Özüm də yadımdan çıxacaq ki, saat qurmuşdum falan. Daha sonra yağış yağmağa başladı. Həqiqətən çox gür idi də. Yəni bildiyiniz kimi bu aralar heç yağış demək olar ki, dayanmır. Çox maraqlıdır hava. Yəni istəməm bu videoları çəkdim. Bir də gördüm ki, abo, mənim adaptörüm yoxdur. Hava təşəkkür. Deməli, bu ağıllı qız adaptörünü evdə qoyub. İndi qardaşım da yaxşı ki, qardaşımın dərsi düşən vaxtda düşdü da, yəni dərsə gedən vaxtda düşdü. İndi metroda gedirəm, metroda qarşılaşacaq, o adaptörünü götürüb çıxırdım, adaptörünü verəcək. Yəni bilirsiniz necədir, həm qulaqçıq, həm planşet, həm telefon, düz saatlarla burada olacamsa, yəni adaptörümə ehtiyacım var da. Plus da ki, planşetin zərəkəsi yox, telefonun zərəkəsi az. Ne bileyim. Esas dersler tam eşyalarımı yıkanda getir koymuştum. Onun sonunda adaptör altta kaldı diye çıkarttım. Çıkardıktan sonra yeniden yerine koymamışım. Neyse. Kardeşim getirir metroya. Yine ben sahildeydim. O da Nermanova gelir. 28'de karşılaşacağız. Alacağım adaptörümü. İşte böyle. Böyle onu da hesaplaşırım yani. Böyle get gel falan filan derken zaman gelir de. Ne de olmasa. Neyse. Adaptörümü aldım. Bunu kaldıramıyorum. Bu günlərim 1 saatımızda 4 kilometrəyimi düşmüşəm. Bezdim həqiqətən. Çıktım. Oğlanlar anlamaz, amma qızlar əminəm ki, anlayacaqlar məni. Cüzki tapdımsa mütləq özümə baxmalıyam. Yəni eyni istiqamətdə o tərəf bu tərəf özümə 10 dəfə baxdıqdan sonra rahatlayıram və ondan sonra həyatıma davam edə bilirəm. Deməli mənim yüksəklik fobiyam var, plus da pilləkən fobiyam var. Yəni mən harda pilləkən görsəm, mütləq başımda bir 5-6 dəqiqə dayanıb ancaq baxıram ki, ya mən buradan aşağı düşsəm, ya mən birdən-bir özümü ora atmaq istəsəm, səbəbsiz bir yerə, ya tam tərsi kimsə məni itələsə. İndi ikinci mərtəbəyə düşürəm. Yavaş danışıram çünki bu oxub, yəni hər şey oxuyur, çalışır. Maksimum yavaş danışmaq. Pəncərələr var burada. Hər yer şkaflarla doldu, ama boş şkaflar. Bilmirəm, istəyən nəsə oluyor. Bir şkaflar var. Rastgele birini açalım. İstəyəndə belə kağızlar var. Deyirlər burada, benim bir dostum demişdi, burada bütün məlumatlar olur, ama bilmirəm nə dərəcədə düzdürsə. Deməli, sizə göstərdiyim bu böyük pilləkənlərdən əlavə mərtəbələr arasında belə pilləkən də var. 100-cü mərtəbəyə çıxıram. Mən gəldim dəniz molar, şefsiyim, qidalanım. Ondan sonra gedəcəm dərs eləməyə davam edəcəm. Yəni. Sahil o qədər gözəl idi ki, günəş çıxıb, hava istiləşib. Yəni, çox qəşəngdir. Çox isti olmasın, belə olsa yaxşıdır. Hava qəşəngli idi, biraz sahildə falan gəzdim. Qəşə çox vaxtım getdi. 2 saatim getdi də. Nə bilim, normalda İnsan diye dincəlmişəm də, planımızı vaxtdır. Şəhərin ortasında bu qədər yüksək səsli mahnıya qulaq asmaq, nə bileyim, mən etik davranışım gəlmir, yəni düzgün davranışım gəlmir. Çünki bu qədər insan var, nə bileyim. Neysə. Məsəl üçün, az öncə qırmızı işıqdır, yaşıl yanmır da. Keçirlər. Özə baxıram ki, çox lənc-lənc yeriyirlər də, yəni. Niyə görə öz həyatı təhlükə atmanın bir yana, Pilsda, yəni sonuçta sənələr, Pilsda başqa bir, yəni, şoferində həyatını təhlükə atmış olursan da, yəni. Bax, indi günümüzdə maşın keçirdə insanlar tutur.
Ya bir şoferin hayatdan var. Niye görə o insanı yəni peşman edirsən? Nə bilim, düzgün deyil, həqiqətən. Deməli, bu videonu hızlandırdım. İndi sizə bayaq qaldığımız söhbətdən danışmaq istəyirəm. Mənim indi hal-hazırda 7 imtahanım durur, amma o qədər həvəsdən düşmüşəm ki, çünki bu qədər çalışdığım, əmək verdiyim, belə deyək də, bütün özümü səfərbər etdiyim bir imtahanda tam istədiyim nəticə olmadı və mən bu imtahanda bir bala görə öz əlaçılığımı itirdim ki, yəni əlaçılıq biz tələbələrin çəkdiyi əziyyətin qarşılığında gələn bir şeydir və bunu bu formada itirmək o qədər pis təsir edir ki, həqiqətən bu daxildə anlatılmaz yaşanır bir duyğudur. Plus da mən az öncə deyəsən, bilmirəm bu haqqda danışdım ya yox, mən demişdim ki, sonuncu imtahanlardan biri də bu fən kimi daha çətin fəndir. 7-ci imtahanım. Mən dedim ki, əgər 7-ci imtahanda mənim bütün əməklərim puçulacaqsa, ondan sonra ilk imtahandan olsun və artıq mən o beklənti ilə birdən-birə parçalamayım. Ən azından bilim davam edeyim yoluma. Amma inanırsınız ki, bunu yaşayanda bu qədər pis təsir edəcəyini heç düşünməmişdim. İndi deyirəm ki, yox, tam tərsi olsaydı bəlkə daha yaxşı olarmış. Amma sizə onu deyim ki, həqiqətən bir tələbə üçün, bir şagird üçün, bir abituriyent üçün, nə bilim, yəni bu insanlar üçün əməyin qarşılığını almaq çox pis bir hissdir, çox pis bir duyğudur. Yəni bunu mən anlayıram həqiqətən sizləri. Yəni mən də abituriyent olduqda, buradan abituriyentə də səslənirəm. Abituriyent olduqda həqiqətən mənim də imtahanlarım olub ki, çox yüksək nəticələr göstərmiş, amma el imtahanlarım olub ki, həqiqətən heç özümü yaraşdırmayacağım ballar olub, qiymətlər olub, heç yaraşdırmayacaq səhvlər etmişəm. Ki onların da səbəbi bu günə qədər naməlumdur. Hər şeyin isə bir səbəbi var. Sadəcə burada bilirsiniz necədir? Əsas səbəbdən əlavə səbəblər var ki, onlar toplanırlar və bizim əhval-ruhiyyəmizdə müəyyən problemlər yaradırlar və emosional gərginlikdə bizə bu səhvləri etməyə vadar eləyir deyim. Ona görə də buradan 11-lərə səslənirəm. Bilin, buraxılış imtahanı vermisiniz və hal-hazırda blok imtahanına hazırlaşırsınız. Bəziləriniz də bloku da vermisiniz. Bəlkə də indi bilmirəm qarşınıza bu video nə zaman çıxacaq. Amma sizə həyatınızın hər anında deyirəm ki, sizdən önəmli heç bir şey yoxdur. Nə etmisinizsə, nə bacarmışsa bu sizindir, sizə məxsusdur. Deməli, sizin üçün uğurlu olan, doğru olan bu olub. Bunu həm inanın ki, özümə də deyirəm, sizə də deyirəm. Yəni, heç zaman pis olmayın. İnanın ki, hər şeydə bir xeyir var. Əgər bu gün bu nəticə belə oldusa mənim üçün, yəni bu qədər əziyyətin qarşılığında belə olsa, əminəm ki, o əziyyətin qarşılığını mən bir yerdə görəcəm. Bu oxuduqlarım onsuz da həkimlik həyatımda mənim üçün öz faydasını göstərəcək. Amma bu əziyyət də qarşılıqsız qalmayacaq. Bunun faydasını da görəcəm. Eyni şəkildə siz də çəkdiyiniz heç bir əziyyətin qarşılıqsız qalmayacaq. Yəni hər şeyin qarşılığını alacaqsınız. Əgər yenə də hər hansısa bir sualınız olarsa, o yollardan keçmiş biri olaraq mən bütün suallarınızı cavablamaq üçün hazıram. Sorularınızı yorumlarda yaza bilərsiniz. Çıxdım, gedirəm evə. Allah'ın izniyle metroya minib. Metrodan yaxındadan, yəni 5 dəqiqə məsafə. Minim, gedim evə. Belə. Bilmirəm, vlogun davamını çəkəcəyimizi tamamlayacağım. İndilik, sağ olun. Və necə əziyyət çəkdim, axırlıqla çox əziyyət çəkərək çalışaraq video çəkdiyimi görürsünüz. Xahiş edirəm videoma, səhifəmə abunə olun. Görürsünüz, yorulmuşdan sözlər deyəm mən. Növbəti gündən sizi salamlayıram. Deməli, biz bu gün inşaatçılara həkimə getmişdik və inşaatlardan yol üstündə belə çiyələr gördük. Çox qəşəngdir də, yəni çiyələrin həm tamı qəşəngdir, həm görünüşü qəşəngdir. Amma sizə deyim ki, marketdən aldığımız çiyələk buna daha dadlı idi. Alçıları isə rayondan atam göndərib. Alçılar da çox dadlı idi. Bu alçıların ilki idi. Biz burada ilk eləmişdik. Deməli, burada isə universitetin kitabxanasıdır. Burada daha rahat, yəni orada Axundovda məsələn içəridə daha qəbul etmək, bundan sonra söhbət etmək, səs çıxartmaq, tık belə çıxartmaq olmaz. Amma burada məsəl üçün içəridə rahat şəkildə yeyib içə bilərsiniz, səs çıxarda bilərsiniz, müzakirə edə bilərsiniz. Əgər səsiniz tonu kimsə narahat edirsə, o zaman sizə bildirirlər. Ondan əlavə isə amma burada yanınızda yəni rahat bir şəkildə telefon taxmaq üçün şarj yeri olmur. Bir ədəd olur. Bir otaqda bir ədəddir burada. Deməli, burada hal-hazırda dediyim bir yöndə verdiyim fənlə hazırlaşamdı və yorğun olsam da əslində o qədər həvəsini oxuyurdum şu an. İndi bu videoya baxdım, yenidən sanki travmam tetiklənmiş kimi oldu. Yenə özümü pis hiss elədim. Amma yenə də o fəni çox sevirəm. Sadəcə çox o bu qədər məni yaralamayaydı. Yorğunluğuma baxın, çəkdiyim əziyyətə baxın.
Universitetdən çıxdım, indi gedirəm evə. Universitetdən metroya qədər olan yolu heç sevmirəm də yəni. Bu da balaca bacım. Nardanə, ne güzeldi buna baxın. Ay, çox beğenirəm belə şeylər. Gəlib indi özüm alam bundan. Yəni ən azından belə bezəli olsun, sərarətli olsun. Baxın, bu da çox qəşəngdir. Bir də sizə bundan əvvəl gələn 2-3 gün əvvəl gələn sarışım var. Sadəcə inan onu telefon açmağa səbrim çatmadı, tez açmaq istədim. İndi onu göstərəcəm. Bunlar tem bağlamam idi. İkinci tem almamdır. Bu ay vurduğum da keçən ay vurmuşdum. Belə bir kofta vurmuşam, bilmirəm. Kofta yox da yəni. Bu rəngdədir. Rəngini çox bəyəndiyim. Məncə bəyəndim. İndi bu tərsinədir. Sadəcə geyinib yoxlamışdım. Əynimdə bu dəst var. Bunun üstü parçadır. Qısa şortu, şalvarı və koftası. Bunu sifariş eləmişəm. Daha sonra bu materialı benimkindən daha qəşəngdir. Düzü şeydir belə. Yəni mən də fikirləşirəm. Bilmirəm, sizə bəyənəcək ya. Siz bir dənə buna baxın. Dünən dedim ki, mamama nəsə şəniyyət pişirərsən. Gəlin nə qədər pişirib. Onu da özümə belə qoydum. Belə. Müalicə üçün rayondan gəlib. Narahat idi. Biraz indi yaxşı hiss edir özün. Bizə böyle piroklar pişirib. Uşaq vaxtı bizə çox pişirirdi bundan. Narahatdır deyə, yəni ən rahat olan, ən tez pişən bir şey hazırlayıb. Deməli, mən kursda təhsil almışam və kursdan olan hazırlıq yoldaşlarımla deyək. Onlarla görüşdük Nərmanov parkında. Çox gözəl piknik elədik. Həqiqətən çox maraqlı idi. Burada mən top oynamıram, çünki mənim topa da qarşı fobiyam var. Çox bəyəndim buranı. Sonra isə yağış videosu almışam. Dolu yağanda. Belə hələlik görüşərik.